Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Coğrafya test toplusu miqyas mövzusu üzrə suallara qaldığımız yerdən davam edirik. Sual 41. Bakı şəhərinin yerləşdiyi paralelin 120 dərəcəlik qövsünün uzunluğu 1/20 milyon miqyaslı xəritədə neçə santimetr olar? Bakı 40 dərəcəlik şimal en dairəsində yerləşir və 40 dərəcədə 1 dərəcənin qiyməti 85,4 kilometrdir bildiyimiz kimi. Buna görə də 120 dərəcəlik qövsün uzunluğunu tapmaq üçün 120 dərəcəni vuracaq 1 dərəcəlik qövsün uzunluğuna, yəni 85,4-ə bərabərdir 10.248 kilometr. Bu bizim həqiqi uzunluğumuzdur. Həqiqi uzunluğu bilirik, miqyası bilirik, xəritədəki uzunluğu tapa bilərik. Xəritədəki uzunluq bərabərdir həqiqi uzunluq bölünsün miqyas. Miqyasdan da 5 sıfır ataq 200 bərabərdir 51,24. Cavablara baxırıq. C variantı uyğundur. Yuvarlaqlaşdırma ediblər. Böyük ehtimal 4'ü yazmayıblar. Yəni cavab budur da 51,2. 41-in cavabı C variantı. 42. Ən uzun paralelin 120 dərəcəlik qövsünün uzunluğu 1/20 milyon miqyas xəritədə neçə santimetr olar? Biz bilirik ki, ən uzun paralel ekvator çevrəsidir və ekvator çevrəsində 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdir. Ona görə də 120 dərəcəni tapmaq üçün təbii ki 120 dərəcəni vuracaq 111 kilometrə. 120 vurulsun 111, o da bərabərdir 13.320 kilometr. Həqiqi məsafəni bilirik, miqyası bilirik, xəritədəki uzunluğu tapa bilərik. Həqiqi uzunluq bölünsün miqyas. Miqyasdan yenə 5 sıfır atanda edəcək 200 bərabərdir 66,6 santimetr. Cavablara baxırıq. 42-nin cavabı C variantı. A və B məntəqələri arasında məsafə X və Y məntəqələri arasındakı məsafədən 3 dəfə kiçik olarsa, sahəsi 9000 kvadrat kilometr olan ərazi xəritədə 3,6 kvadrat santimetr olarsa, A və B məntəqələri arasındakı həqiqi məsafənin 300 kilometr olduğunu bilərək, X və Y məntəqələri arasındakı məsafə xəritədə neçə santimetrdir? Biz A və B arasındakı həqiqi məsafəni bilirik. Gəlin onu yazaq ilk öncə. AB bərabərdir 300 kilometr. AB-ni bilirik, X və Y-i də tapa bilərik. Necə? X və Y məntəqələri arasındakı məsafə deyir ki, A və B məntəqələri arasındakı məsafə X və Y məntəqələri arasındakı məsafədən 3 dəfə kiçikdir. Yəni AB 3 dəfə kiçikdir X, Y-dən. 3 dəfə kiçik olsa, deməli X, Y 900 olacaq. Yəni 300 vurulsun 300-də. 900 kilometr. Həqiqi məsafəni tapdıq. X və Y məntəqələr arasındakı həqiqi məsafə 900-dür. AB də 900-dən 3 dəfə kiçik, yəni 300-dür. Biz başqa nəyi tapa bilərik? Bizdən xəritədəki məsafəni istəyir. Bunun üçün biz gərək miqyası tapaq. Artıq həqiqi uzunluğu bilirik. Həqiqi uzunluğu bilirik. Miqyasda tapsaq, tapa biləcəyik xəritədəki uzunluğu. Miqyasda necə tapacaq? Miqyasda sahə düsturuna əsasən tapa bilərik. Deməli, miqyasın kvadratı bərabərdir və ya miqyas bərabərdir. Kök altında da yazmaq olar. Gəlin kök altında yazaq. Deməli, həqiqi sahə 9000 bölünsün xəritədəki sahə nə qədərdir? 3,6. Bu da bərabərdir kök altında 250. Bundan da kök çıxacaq neçə? 50.
miqyası da tapdıq. Artıq biz xəritədəki uzunluğu və ya xəritədəki məsafəni tapa bilərik. Xəritədəki məsafə bərabərdir həqiqi məsafə, yəni 900 kilometr bölünsün miqyası 50 bərabərdir 18 santimetr. Bu da bizim xəritədəki məsafəmiz. Variantlara baxırıq. 43-cün cavabı E variantıdır. Sual 44. Tarlanın sahəsi 1/400.000 miqyaslı xəritədə 9 kvadrat santimetr təsvir edilmişdir. Tarlanın sahəsinin 25% azaldılarsa, tarlanın sahəsi azaldıqdan sonra həmin xəritədə neçə kvadrat santimetr olar? Deməli, biz ilk öncə həqiqi sahəni gəlin tapaq. Verilənlərə əsasən biz həqiqi sahəni tapa bilərik. Həqiqi sahə bərabərdir xəritədəki sahə, yəni 9 vurulsun miqyasın kvadratı, miqyasdan 5 sıfır atanda 4, 4-ün kvadratı 16 bərabərdir 144 kvadrat kilometr. Bu bizim həqiqi sahəmizdir. İndi deyir, tarlanın sahəsinin 25% azaldılıb. Yəni 144-ün 25% azalıb. Onun üçün biz 144-ün 25%-ni tapmalıyıq. Ona görə 144-ü vuracaq %25-ə. O da bərabərdir. Birbaşa cavabı yazacağım, vaxt bilməsin. 36 kvadrat kilometr. Yəni əvvəl 144 idi, 36 kvadrat kilometrdə azaldıblar. Bunun üçün nə edəcək? 144-dən 36-nı çıxacaq. 144-dən çıxdıq 36-nı bərabərdir 108. Deməli, sahə oldu, həqiqi sahə oldu 108 kvadrat kilometr azaldı. İndi görək bu xəritədə neçə kvadrat santimetr yer tutacaq. Miqyası bilirik və buna əsasən xəritədəki sahəni biz tapa bilərik. Xəritədəki sahə bərabərdir 108, yəni həqiqi sahə bölünsün miqyasın kvadratı, 4-ün kvadratı 16 bərabərdir 6,75 kvadrat santimetr. Cavablara baxırıq. A variantı doğru cavabdır. Keçdik 45-ci suala. Tarlanın sahəsi yenə eyni miqyaslı xəritədə 9 kvadrat santimetr təsvir edilmişdir. Tarlanın sahəsinin 25% genişlənərsə, bu səfər genişləndiriblər. Arxasında oxumağa ehtiyac yoxdur. Xəritədə neçə kvadrat santimetr tutduğunu tapmalıyıq. Yenə həqiqi sahəni, bax burada tapdıq da bayaq eyni şeydir. Baxın, həqiqi sahəni tapdıq 144 kvadrat kilometr. Amma bu səfər nəsə dəyişiklik edəcəyik. Deməli, 144-ün yenə 25%-ni tapmalıyıq. Tapdıq 36 kvadrat kilometr. Amma bu səfər genişləndiriblər, yəni çıxmayacaq. Bu səfər üstə gələcək. 144, yəni artırıblar. 144 plus, əvvəl 144 idi, 36 kvadrat kilometrdə artırıblar. Gələk üzərinə 36, o da bərabərdir 180 kvadrat kilometr. Bu bizim yeni sahəmizdir. Miqyası da bilirik, xəritədəki sahəni tapa bilərik. Xəritədəki sahə bərabərdir 180 bölünsün miqyasın kvadratı 16, yəni bərabərdir. Birbaşa cavabı yenə yazım, vaxt getməsin. 11,25 kvadrat santimetr. Cavablara baxırıq. A variantı doğru cavabdır. 45-in cavabında. Sual 46. Samara və Həştərxan şəhərləri arasındakı məsafə 5 müxtəlif xəritədə müvafiq olaraq birinci xəritədə 14, ikinci xəritədə 7, üçüncü xəritədə 11, dördüncü xəritədə 15, beşinci xəritədə 9 cm təsvir edilmişdir. Xəritələrdə generalizasiyanın azalma ardıcıllığını müəyyən edin. Biz bilirik ki, xəritədəki məsafə kiçildikcə
generalizasiya artır. Ona görə generalizasiyanın azalma ardıcıllığını müəyyən etmək üçün xəritədəki ən kiçik məsafəni tapmalıyıq. Baxaq, gəlin sizi bura yazaq. Deməli, birinci xəritədə olub 14, 2-də olub 7, 3-də olub 11, 4-də olub 15, 5-də olub 9. Bunlar arasında ən kiçik hansıdır? Təbii ki, 7-dir. Yəni 2. 2-ni birinci yazacaq. Deməli, getdikcə generalizasiyanın azalma ardıcıllığı deyir. Getdikcə məsafə böyüməlidir. 7-dən böyük 9 var, yəni 5-i yazacaq. 9-dan böyük 11, 3. 11-dən böyük 14, yəni 1. 14-dən də böyük 15, 4. Yəni məsafə böyüdükcə generalizasiya azalır. Deməli, belə oldu. 2, 5, 3, 1, 4. Doğru cavab 46-da B variantıdır. Sual 47. Xəritə üzərində işarələnmiş hissənin həqiqi sahəsi 256 kvadrat kilometr olarsa miqyası təyin edin. Deməli, burada bizə verib bir kvadratın sahəsinə görə bu xəritədəki yaşıl rəngdə olan hissənin sahəsini tapa bilərik. Burada kvadratın sahə düsturuna əsasən buradakı bir kvadratın sahəsi olacaq 1 kvadrat santimetr. Bu 1 kvadrat santimetr isə bu kvadratların hər biri 1 kvadrat santimetrdir. Bizdən yaşıl rəngdə olanın həqiqi sahəsini verib, xəritədəki sahəsini tapa bilərik. Deməli, bura 1 kvadrat santimetr, 2 kvadrat santimetr, 3 kvadrat santimetr. Bunları da birləşdirsək, olacaq 4 kvadrat santimetr. Deməli, biz xəritədəki sahəni tapdıq artıq. 4 kvadrat santimetr. Həqiqi sahəni də bilirik. Həqiqi sahəni nə qədər idi? 256. 256 kvadrat kilometr. Miqyası istəyir bizdən. Miqyas bərabərdir kök altında 256 bölünsün 4 bərabərdir kök altında 64 bərabərdir 8. Tapdıq, baxırıq. Təbii ki, bu izahlı miqyasdır. Ədədi miqyasa çevirmək üçün 8-i vurmalıyıq 100 minə. Yəni 8 kilometri santimetrə çeviririk. Olacaq 800 min. Bu da bizim miqyasımız. Variantlara baxırıq. Doğru cavab 47-də B variantıdır. Sual 48. Həqiqi sahəsi 225 kvadrat kilometr olan gölün xəritədəki sahəsi 9 kvadrat santimetrdir. Xəritədə gölün şimali ilə cənubu arasındakı məsafə 9 santimetr olarsa, həqiqi məsafəni hesablayın. Biz miqyası tapa bilərik verilənlərə görə. Gəlin tapaq. Sahə düsturuna əsasən miqyas bərabərdir kök altında. Həqiqi sahə 225 bölünsün. Xəritədəki sahə 9 bərabərdir kök altında 25 bərabərdir 5-ə. Miqyası tapdıq 5 kilometr. Miqyası tapdıq, xəritədəki məsafəni bilirik, həqiqi məsafəni hesablaya bilərik. Həqiqi məsafədə bərabərdir miqyas vurulsun. Xəritədəki məsafə 9 santimetrdir. Bərabərdir 45 kilometr. Bu da bizim həqiqi məsafəmiz. Variantlara baxaq. C variantı doğru cavabdır. Keçdik 49-cu suala. Miqyassız şərti işarələrlə göstərilən coğrafi obyektləri seçin. Çəmən miqyaslıdır, göl miqyaslıdır, kolluq miqyaslıdır, zavod miqyassızdır, amma yəni çəmən, göl, kolluq variantı bozur. B-yə baxırıq. Fabrik miqyassızdır, bulaq miqyassızdır, stansiya
miqyassızdır. Telegüllə də həmçinin miqyassızdır. 49-un doğru cavabı B variantıdır. Sual 50. Miqyaslı və ya konturlu şərti işarələrlə göstərilən coğrafiya obyektləri seçin deyir. A variantı meşə miqyaslıdır, çəmən miqyaslıdır, göl miqyaslıdır, kolluq da həmçinin miqyaslıdır. Lakin telegüllə variantı pozur, çünki telegüllə miqyassızdır. B-yə baxırıq. Bataqlıq miqyaslı, fabrik miqyassız, bulaq da miqyassız, stansiya da miqyassızdır. B variantı da doğru cavab deyil. C-yə baxaq. Göl miqyaslı, bostan miqyaslı, lakin burada neft kəməri variantı pozdu. D-yə baxaq. Meşə, göl, bataqlıq, biçənək, əkin yeri, bunların hamısı miqyaslı, yəni konturludur. 50-nin doğru cavabı D variantıdır. Bu videoluq bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə. Sağ olun.